tədbir iştirakçıları, mən də öz adımdan hər birinizi salamlayıram və hər birinizin Zəfər bayramını və qarşıdan gələn 9 noyabr bayraq gününü təbrik edirəm. Və düşünürəm ki, bugün burada həm spikerlər, həm də təşkilat nümayəndələri gördükləri işlərlə bağlı məlumat verdi. Biz də Gənclərin Töhfəsi İctimai Birliyi olaraq istər Zəfərdən öncə və Zəfərdən sonra 200-dən çox vətənpərvərlik layihələrini həyata keçirmişik. Bugün burada bunun hamısını danışaraq vaxtınızı çox almaq istəmirəm. Çünki həqiqətən həm böyük masştablı layihələrdir, eyni zamanda beynəlxalq layihələrdir və Zəfərdən öncə bizim fərqli regionlarda gənclərimiz Ali Baş Komandanın əmrinə hər zaman hazırdır adlı vətənpərvərlik düşərgələri keçirmişdik və bu onun göstəricisidir ki, biz hər zaman gənclərin vətənpərvər ruhda böyüməsini, eləcə də Qarabağ həqiqətlərinin dünyaya tanınmasında bir çox beynəlxalq layihələrə də imza atmışıq. Ancaq yaxın keçmişə qayıtsaq, 2019-cu ildə biz bir layihəni başladıq. Burada Zəfərə doğru addımla layihəsi idi. Layihəni başlayarkən təbii ki, bizim zəfər qazanacağımızı bilmirdik. Ancaq bu layihə daha çox Azərbaycanda, Türkiyənin 7 fərqli bölgəsində və Gürcüstanda həyata keçirildi və layihənin sonuncusunu artıq keçirəndə biz zəfəri qazanmışdıq və bu zəfər layihəsi daha çox gənclər arasında yazı və rəsm müsabiqəsi şəklində təşkil etdik. Burada ən önəmli faktlardan biri o idi ki, daha çox Gürcüstandan gürcülərin bu layihəyə qatılması və ilk sıralarda onların yer alması, Qarabağ həqiqətlərini dərindən mənimsəyib, bu haqda rəsm əsərlərin yaradılması doğrudan da böyük bir qələbə idi. Eləcə də biz bununla bağlı Bosniya və Hersegovinada böyük bir tədbir keçirdik və əksər insanlar bilər ki, Bosniya-Hersegovinada bu kimi tədbirlərin həyata keçirilməsi çox çətinliklə başa gəlir. Çünki orada da müharibə vəziyyətində və hökumət fərqli strukturdadır. Çünki onlarda da bir çox soyqırım qurbanları var. Serbiya ilə Bosniya arasında problemlərin olduğu bir vaxtda biz ortaq dəyərimiz və ortaq acımız olaraq Xocalı faciəsi ilə Srebrenica qurbanlarının xatirəsinə həsr olunmuş tədbiri həyata keçirdik. Daha sonra bu tədbir çərçivəsində bizim Türkiyədə, Sakarya'da, Karasu ilçəsində keçirdiyimiz tədbirdə maraqlı bir hadisə olmuşdu. İstərdim bunu diqqətinizə çatdırım. Çünki biz bu layihələri keçirdikdə daha çox beynəlxalq olmasına üstünlük verirdik. Burada əsas məqsəd o idi ki, təbii ki, Azərbaycanda 30 ildir Qarabağ həsrəti var idi. Hər kəs Qarabağ haqqında məlumatı var və eləcə də gənclərimiz, yeniyetmələrimiz, məktəblərimiz hər gün kitabları açarkən, gündəliyi vərəqləyərkən orada işğal tarixlərini görürdü. Ancaq biz düşünürdük ki, təbii ki, biz bunu beynəlxalq aləmə, başqa ölkələrə çatdırmalıyıq ki, bu problemin həllində bizə hər tərəfdən dəstək olsun və bir çoxları ilə düşünürdü ki, Türkiyə bizim qardaş dövlətdir, orada da bizim haqqımızda bu məlumatları bilirlər. Ancaq biz universitetin birində keçirdiyimiz tədbirdə universitetin professorunun bizə verdiyi sual o oldu ki, bəs siz əgər bu müharibəni etsəniz, əgər orada öz torpaqlarınızı iddia etdiyiniz öz torpaqlarınızı geri alsanız, orada 30 ildən çox məskunlaşan ermənilər harada yaşayacaq? Burada insanlıq haradadır və düşünün ki, bunu bizə sual verdikdə artıq həqiqətən də görünürdü ki, hələ qardaş ölkəmizdə vəziyyət bu haldadırsa, o zaman digər ölkələri düşünmək daha çətin olurdu. Yəni burada əsas niyyətimiz biz tarixi faktları çatdıraraq bizim öz torpaqlarımızı göstərməklə yanaşı həqiqətləri də göstərək və həmin elə bələdiyyə başqanı və professorlarla yanaşı artıq zəfərimizi qazandıqda Türkün Şanlı Zəfəri adlı layihəmiz çərçivəsində onları Ağdama səfərini təşkil etdik və onların bizim abidələrimizə, məscidlərimizdə törətdikləri terroru göstərdik və həqiqətən də şahid olduqdan sonra doğrudan da heyrətlərini, təəccüblərini gizlədə bilmədilər və Türkün Şanlı Zəfəri layihəmizlə
yenə bir neçə regionlarda davam etdi. Görüntülərdən görürsünüz. Bunları tək-tək istəmirəm vaxtınızı alın və bununla yanaşı müharibə dövründə də təşkilatımız olaraq komandamızla birlikdə hərbi əməliyyatların keçdiyi bölgələrə səfərlər etdik, əskərlərimizlə görüşdük və eyni zamanda da Bakıda, paytaxtda və bir çox regionlarda vətənpərvərlik ruhunun diri tutulması məqsədi ilə bayraq aksiyası keçirdik ki, burada da bayraqlarımızın paylanılmasını, eləcə də Azərbaycan və yanaşı olaraq bu bayraq da bizim bayraqdır adlı layihəmizi həyata keçirərək Türk bayraqlarının paylanılmasını həyata keçirdik. Layihə çərçivəsində Azərbaycan Türk dilində iki dildə nəşr olunan Türkün Şanlı Zəfəri adlı kitabımız nəşr olundu ki, bu kitabımız da artıq bir çox universitetlərə və Türkiyədə xüsusilə də universitetlərə hədiyyə olunub, kitabxanalarında çox böyük maraqla qarşılanıb və hətta biz bu layihəni Bosniya-Hersegovinada da keçirəndə oradan da təklif gəldi ki, mütləq şəkildə bu kitabın İngilis dilində və Boşnyak dilində olmasını təkidlə istəyirlər ki, inşallah növbəti planlarımızda bunu həyata keçirmək var. Və son olaraq uzun yenə də layihələrimiz o qədər çoxdur ki, hamısını tək-tək danışmaq istəməzdim. Ən önəmli məsələlərdən biridir ki, bu zəfər heç də asan qazanılmadı. Musa müəllim çox gözəl çıxışında qeyd etdi ki, bugün biz demokratik bir dövlətdə yaşayırıq və gecə 1-də, 2-də çox rahatlıqla gəzə biliriksə parklarda, bəzən gənclər bunu anlaya bilməz, amma mən yaşıma görə elə bir dövrə təsadüf etdim ki, həm Sovetlər dövrünü gördüm, həm o ilkin müstəqillik qazandığımız vaxtlara da təsadüf etdim və bugün Azərbaycan hər tərəfli ən şanlı dövrünü yaşayır. Həqiqətən də mənim uşaq yaşlarıma, 9-10 yaşlarıma təsadüf edən bir vaxtda biz küçədə nəinki rahat gəzmək, qızlar qulağında sırğayla belə gəzə bilmirdi. Çünki istənilən anda hücum edib onun qulağından sırğasını, əlindən çantasını ala bilərdilər, oğurlaya bilərdilər. Yəni belə bir dövrü keçmiş insan üçün həqiqətən də bu günümüzü görmək bir şərəfdir, qürurdur və deyərdim ki, bu zəfərimizin qorunması və gələcək nəsillərə də zəfər, qalib xalqın nümayəndəsi olaraq çatdırmaq həm bizlərin, həm sizlərin, hər birimizin borcudur. Hansı işdə işləyiriksə işləyək, yaşımız neçə olursa olsun ki, məni tanıyan əksəriyyətiniz bilir, mən fərqli sahələrdə çalışıram, amma bir insanın şəxsiyyət kimi formalaşmasında birinci vətən hissi olmalıdır, vətənini sevməlidir. Bu, hər hansı bir işinə görə və yaxud da bir vəzifəsinə görə, mövqeyinə görə deyil, öz yaşadığı vətəni sevən insan ailəsinə də dəyər verəcək, vətəninə də dəyər verəcək və onu da layiqincə qorumağı bacaracaq. Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun.